Yaxşı, sual yaranır, axı münafiqlər bilirlər axı insanın xeyrinə nədir, nə ziyanladır, nə xeyr. Bu münafiqdir də, bu mənfəətpərəstdir, bu düşünür, burada mənim xeyirmədir, yoxsa mənim ziyanmadır. Quran-ı Kərim buyurur ki, yox, siz düşündüyünüz kimi deyil məsələ. Münafiqlər ağıllı bir insan deyirlər. Münafiqlər axmaqdırlar. Quran-ı Kərimdə ayədə Allah buyurur ki, وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسِ Bir onlara deyiləndə ki, iman gətirin, bu iman gətirən insanlar kimi iman gətirin, qalu, münafiqlər deyərlər. Ənu'minu kəmə əmənə süfəhə Biz deyir, səfeylər kimi iman gətirək. Cavab verər münafiqlər. Ələ innəhum humus süfəhə və lakin la ya'lamun. Bil ki, onlar özləri səfehdirlər, axmaqdırlar. Quran özü buyurur. Onların özləri axmaqdırlar, amma fərqində deyirlər nə qədər axmaq olmaları barədə. Yəni, biz düşündüyümüz qədər ağıllı, zirənc deyirlər. Biz bəzən yalan danışan adamı deyirik ki, bu zirənc adamdır. Bax, burada başqa bir dənə söhbəti fırlatdı, olduğu kimi çatdırmadı, zirənciliyi elədi, söhbətdən çıxdı. Bu adamlar o qədər axmaq insandırlar ki, bilmirlər ki, həm dünyasını bərbad edirlər, həm axirətini bərbad edirlər. Münafiq insanların həyat tərzinə baxın, o Əli əleyhissalamdan bir hədis nəql olunur. Deyir, dövr gələcək, zaman gələcək, bir dəstə insan olacaq ki, üzləri güləcək, qəlbləri qan ağlayacaq. Baxın münafiq insanlara, münafiq insanlar çoxsu büzürdür. Simaları gülür, üzləri gülür, qəlbləri qan ağlayır.